Antalya'da Prezident İlham Əliyevin Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Tufan Erhürmanla görüşü olub. Dövlət başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti seçilməsi münasibəti ilə təbriklərini çatdırıb. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cumhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür edib. Azərbaycan prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cumhuriyyətinin yanında olduğunu deyərək göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cumhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib. Görüşdə Şimali Kipr Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb. Həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.